Uşaqlar salamlar hər kəsə. Yeni videoma xoş gəlmisiniz. Uzun müddətli video gəlmirdi. Biraz işlər güzər baş qarışıq idi. İnşallah yavaş-yavaş başlayacağam təzədən YouTube video atmağa. Əslində biraz formadan da düşmüşəm. İstəyirdim biraz daha yaxşı forma ilə videolara başlayım. Ondan sonra fikirləşdim ki, belə yavaş-yavaş 5 dəqiqə, 3 dəqiqə videolar atacağam ki, kanalda biraz aktivlik qalsın, çünki uzun müddətli video gəlmir. Bu gün məndə kürək günüdür. Kürək qabaq qol işləyəcəm. Çəkiş günüdür məndə. Başlayaq. Videoda davamını danışarıq. Birinci hərəkət turnikdən başlayacağım. 2 set 8 təkrarla. Amma sıxıb saxlaya-saxlaya. Kürək həmişə sıxıb saxlamağı sevir. Şeydə işləyək. Formadan düşmüş. Uşaqlar turniki qurtardım. Keçirik indi V-bar lat down işləyəcəm. Mən bütün hərəkətləri 2 set işləyirəm. Bir isinmə seti, 2 dənə çalışma seti. Amma maksimum hiss eləyəcək. İkinci hərəkət qurtardı. Bir də istirahat mövzusuna toxunmaq istəyirəm. Bəzi proqramlar var ki, yazır 40 saniyə istirahat, nə bilim 1 dəqiqə istirahat. İstirahat həmişə sizin nəbzinizlə əlaqəli olan bir şeydir. Məsələn, mən bunu ağır kilo ilə işləyəcəm indi. Mənə 40 saniyə istirahat bəs eləməyəcək. Amma bunu məsələn yüngül kilo ilə işləsəm 40 saniyə istirahat bəs eləyir. Yəni hamısında eyni olmur. Nəbzinizi özünüz kontrol edin. Özünüzü daha yaxşı hiss eləyəndə, yəni o seti çıxarda biləcəksiniz. Başlayıb işləyə bilərsiniz. Amma 40 saniyə deyək ki, telefonu baxırsınız 40 saniyə oldu, amma özünüzü yaxşı hiss eləmirsiniz. Yəni o setə girməyə ehtiyac yoxdur. Uşaqlar növbəti hərəkətimizə keçirik. Dumbbell row işləyəcəm tək əllə. Bunu biraz ağır kilonu işləyəcəm. Ona görə ləmkaları götürmüşəm. Başlayaq. Kürək günü həmişə lemkalardan istifadə edirəm. Ekstradan bir 5 kilo, 6 kilo qaldırmaya kömək edir. Sizə də məsləhət görürəm, istifadə edə bilərsiniz. Bunu 3 set işləyəcəm. 30-dan başladı, 35-40 gedərik. Yordu bu mənə. Uşaqlar kürək məşqini qurtardıq. Keçirəm indi qol hərəkətinə. 2 dənə də qol işləyəcəm, qabaq qol. Sonra gedək başlayaq. Uşaqlar qolda axırıncı hərəkətə keçirəm. Ümumiyyətlə məşqində axırıncı hərəkət olacaq. Biraz yeni başlamışam deyə idmanlara. Çox da yükləmirəm. Həm çox hərəkət olaraq, çox set olaraq çox da yükləmirəm. Yavaş-yavaş öyrəşdirə. Belə. Uşaqlar videonun axırına gəldik. Videonu bəyənib yorum yazmağı unutmayın. İnşallah düzənli olaraq videolar atacağım yavaş-yavaş. Kanalı yenidən aktivləşdirəcəm. Özünüzə yaxşı baxın, gələ videolarda görüşək.